Tabii ki ailesi yanındadır, tamdır, qədrim biz. Kiçik xırda söz-söhbətdən ötürü ayrılmasından, həqiqətən də ayrılıq çox pis şeydir. Tək qalmaq çox pis şeydir. Yəni, nə də bir gənc qadın üçün çox pis şeydir. Hər an istəyirsən ki, yanında olsun. Biz onu söhbət eləmək, oturub belə qarşılıqlı bir çay içmək belə dünyaya deyil. Sanki mən ümumiyyətcə hər şeydən məhrum olmuşam sanki. Əslində anam çalışır ki, deyim, gülüm, yəni biraz özümə gəlim. Sadəcə bacarmağa çalışıram, amma olunmur. Sanki durduğum yerdə irəliləyirəm. Sadəcə durduğum yerdə irəliyə gedə bilmirəm. Amma Həmid olsa mən bilirəm ki, daha çox heç nə eləməzdim, amma ömür boyu irəlidəydim. Həmid deyirdi ki, şəhid olum. Mən böyük arzusuydu Həmidin. Mən də həmişə deyirdim ki, bəhs edəm. Deyirdi ki, yox da, şəhidlik başqa istəyir, günah başqa duyğudur. Bir dənə ona görə təsəlli tapıram ki, özü arzulubdu onu, özü istəyibdi. Qorxmayıb, mərd olub, cəsur olubdu. O özü də bizlə danışanda, müharibədə bir neçə dəfə danışmışıq onunla. Biz nəyə danışırdıq ki, biz heç vaxt qorxmamışıq. Heç vaxt, heç nədən qorxmamışıq. Mən 44 günlükdə heç, 44 günlükdə də bu günü gözləmirdim, anti-terrorda da. Həqiqətən, məndən bazım ki, həmidə neysə olur. Son anlar kimi anamla biz onu yaralı gözləyirdik. Mən həmişə Həmidə dedim ki, uzaqbaşı yaralanırsan, belə zarafatsadır. Ay deyirdim, nə danışsan, yaralanmaq hepsi asandır. Dedim, nə, məsəl sağ-salamat gələsən də yanıma. İndi hələ də düşünəndə o bir gün, bir neçə saat inana bilmirəm. Çünki mən evdə Həmidə yemək pişirirdim. Biz heç nədən xəbərsiz, elə bir ki, Həmid heç müharibədə deyil. Əslində, müharibə başında hamımız bilirik də, eşidirik, bizə yaxındır. Amma biz həyatımıza davam edirdik. Burada məhəllədə eşidiblər ki, Həmid şəhid olub. Mən Həmidin belə son günləri ilə